Eğer kimse bizim təklif ettiğimiz kotejlerde, bizim təklif ettiğimiz yüksek seviyeli evlerde, yani təmirlidir, yemekler var, yani her şey var. Tutaq ki, oraya gitmek istemiyor. Gitmek istemeyene ben 1000 manat. 1000 manatdan əlavə kompensasiya ödəniləcək, yoxsa? Necə? 1000 manatdan əlavə bu içeride? Elbette, bu başkadır, bu ilk addımdır. Ben dedim, dünən vermişəm bu 1000 manatı. Dünənki o 2 saat, 3 saate göre müəyyən qədər psixoloji vəziyyəti aradan görürük. Siz onların yerinde olmak lazım. Elə bilməyim, indi bunlar danışır bizimlə, amma bilirəm ki, onların ürəyində büyük bir qorxu var. Bu qorxunu yaşayırlar, bu qorxunu çıxartmaq lazım. Amma onlara da demişəm, əgər siz qohum evində yaşayırsınız, yenə də o mənzil haqqını verəcək. Ölənlərə necə yaxınları? Dövlət tərəfindən ölənlərə də, yaralananlara da, burada mənzildə xəsarət alanlara da dövlət tərəfindən xüsusi müavinət edilir. 2001-yə görə yanğına səbəb nə idi? Bilirsiniz, gəlin, biz istintaqı görürüz. İstintaq nə deyəcək? Onu biz sizə dəqiq məlumat verəcək. Mənə elə gəlir ki, sabah axşama kimi biz müəyyən qərara gələ biləcəyik. Çünki ehtimallar böyükdür. Ola bilər, material doğrudan da çox keyfiyyətsizdir. Keyfiyyətsizdir, buna nəzarət edən niyə baxmıyor? Yaxşı, buraxan. Biz nəzarət edən lazımdır. Bura vuranda da nəzarət olmalıydı. 2 ildir yanmır, 3 ildir. Birdən niyə yansın? Bax, bu da sual verir. Sizin verdiğiniz ehtimallardan da. Şəhər bütün müstəmladə olaraq yoxlayır binalar, Bu şəhər bütün belə gözəlləşdirilib də bu materiallar. Məsələn, sökülməsindən danışmışdıq dünənki, söküləcək ola bilsin. Bu necədir? Mən deyirəm. Sözsüz ki, sabah axşam ən geci bizə 2 gün vaxt verilmək. Ekspertiz olunacaq. Saat deyimdə. Bakı şəhərinin və rayonlarında bu materialdan 140 bin. Yəni rayonda Binəqədi, Xəzər, Xətay, Qaradağ, Ərmanov, Nəsmi, Babunçu, Səbayi, Suraxan, Oxamal, yəni hamı, bütün rayonlarda olur. İndi bunların hamısını müayinəni götürüləcək, laboratoriyadan keçəcək, ekspertiz olunacaq. O sənət mənə təqdim olunacaq.